Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərim. Xoş gördük sizləri kanalımda. Mən Gülşən Əşmova bugün sizlərə bilik və onun növlərindən danışacağam. Kurikulumdan imtahanda düşmə ehtimalı yüksək olan mövzulardan biri də bilik bölməsidir. Ümumilikdə kanalımda imtahanda düşmə ehtimalı yüksək olan mövzuları yerləşdirirəm. Sadəcə kanala abunə olmağınız kifayətdir ki, izahları yerləşdirilən zaman görəsiniz. Gəlin çox vaxt itirməyib başlayaq mövzumuza. Bilik nədir? Bilik nəyə deyilir? Ümumiyyətcə bilik deyəndə gəlin keçək. Deməli, bilik dedikdə bilik insanın özü haqqında, onu əhatə edən aləm haqqında məlumatlar toplusudur. Yəni bilik məlumatlar toplusudur. Bilik dedikdə məsələn mənim tutaq ki, nə isə bilməyim, nə isə bir növ belə deyim, beynimdə analiz edib, başa düşüb onu danışa bilirəmsə, bu mənim biliyimdir. Yəni mən öz fikrimi ifadə eləməyi bacarıramsa, bu mənim biliyimdir. Ona görə deyirik ki, bilik nədir? Bilik insanın özü, onu əhatə edən aləm, həmçinin bu aləmin amilləri haqqında topladığı məlumatlardır. Yəni bilik məlumatlar toplusudur. Gəlin görək, biliyin neçə növ var. Baxaq, biliyimizin 4 növ var. Keçək digər səhifəmizə. Başlayaq birinci. Ümumilikdə 4 növdür: faktoloji, konseptual, prosedural, metakognitiv. Əminəm ki, adları sizə qəribə gəldi, amma dərsin sonunda bu adları öyrənmiş olacaqsınız. Gəlin başlayaq biliyimizin birinci növündən. Faktoloji bilikdən. Faktoloji bilik nədir? Faktoloji biliyin ikinci adı deklarativ bilikdir. Yəni testdə faktoloji yox, deklarativ görsəz çaşmayın. Eyni şeydir. Ha faktoloji, ha deklarativ. Eyni sözdür. İndi gəlin görək faktoloji bilik nədir? Fakt sözü ilə yadınızda saxlayın. Yəni faktoloji bilik məlumat xarakterli biliklərdir, faktlardır. Yəni məlumat xarakterli. Yəni bu biliklər hazır şəkildə qəbul olunur, hafizədə saxlanılır. Mənim adım nədir? Gülşən. Mənim soyadım nədir? Həşimova. Mən kiməm? Müəllim. Mən nə edirəm? Dərs keçirəm. Bu nədir? Faktoloji bilik. Bir növ belə deyək, faktdır. Məlumat xarakterli biliklərdir. Primitiv, sadə məsələlərdir. Deməli, faktoloji bilik hafizədə saxlanılır. Məlumat xarakterli biliklərdir. Bir növ əzbərlənilən informasiyadır. Yəni burada beynimizi çox işlətmirik. Beynimizə deyirik biraz sən dincəl. Yəni bu əzbərlənən informasiyadır. Elmi informasiyalar bura aiddir, faktlara aiddir. Yəni faktoloji bilik. İkinci adı deklarativ olan biliyimiz məlumat xarakterli biliklərdir. Fakta əsaslanır belə deyim. Amma faktoloji bilik özü iki yerə bölünür. Baxın, spesifik terminoloji. Deməli, faktoloji bilik məlumat xarakterli bilikdir, əzbərlənən informasiyadır. Burada bir növ belə deyək ki, biz qeyri-adi nəsə eləmirik, bilirik, deyirik. Yəni faktdır da. Amma özü iki yerə bölünür. Başlayaq birinci spesifik bilikdən. Spesifik bilik nədir? Spesifik bilik, ümumiyyətcə spesifik sözünün mənası dəqiq deməkdir. Dəqiq mənasını verir. Yəni spesifik biliklər dəqiq məlumatlardır. Spesifik deyəndə dəqiq məlumatdır. Misal üçün, insanların, məsələn, burada qeyd etmişəm, insanların, şəxsiyyətlərin, şairlərin, yazıçıların, hökmdarların haqqında olan məlumatlardır. Sonra, nə bilim, məkan, tarix, zaman, yəni bunlar hamısı spesifik bilikdir. İndi gəlin nümunə ilə başa salın, əzbərlə yox. Məsələn, deyirəm ki, Şah İsmayıl Xətai neçənci ildə anadan olub? Ola bilər, sən ədəbiyyatçı deyilsənsə, tarixçi deyilsənsə, Şah İsmayıl Xətainin neçənci ildə anadan olmasını bilməyə bilərsən, razıyam. Amma ən azından bu sualın cavabı dəqiqdir, yəni spesifikdir. Yəni spesifik bilik dedikdə dəqiq biliklərdir. Burada cavab var. O cavabı mən bilməyə bilərəm, normaldır. Yəni mən tarixçi deyirəmsə, ədəbiyyatçı deyirəmsə, nə bilim, bilməyə bilərəm. Düzündə hər bir vətəndaş bilsə daha yaxşıdır. Şah İsmayıl Xətai haqqında məlumatları ilə. Amma indi yəni bilməsək normaldır. Çünki biz nə tarixçiyik, nə ədəbiyyatçıyıq misal üçün. Yəni spesifik biliyin cavabı dəqiqdir. Bilməyə bilərik, amma dəqiqdir. Bunun var. Məsələn, filan döyüş neçənci ildə baş verib. Spesifikdir, dəqiqdir, cavabı var. Və yaxud filan hadisə tutaq ki,
məsələn, filan hadisənin baş verməsində bağlanan müqavilənin şərtləri, yəni dəqiqdir. Yəni spesifik bilik dəqiq məlumatlardır, dəqiq faktlar. Onsuz da bir növ belə deyək, hər biri faktdır. Çünki faktolojinin növü də spesifikdir. Sadəcə fərq budur ki, spesifik bilik yadınızda saxlayın. Spesifik bilik, spesifik informasiya o deməkdir ki, burada məlumatlar bilavasitə belə deyərdim ki, dəqiq olur. Cavabını bilməsən də olar, amma ən azından dəqiqlik var. Lakin ikinci növümüz olan terminoloji nədir? İndi gəlin ona toxunaq. Aha, terminoloji isə burada isə əsas məsələ nədir? Müxtəlif peşə termin sözü var. Tez-tez eşidir, filan elmlə bağlı terminlər, filan nəyləsə bağlı terminlər. Yəni termin sözünə, yəni müxtəlif ixtisasla, peşə ilə bağlı terminlər. Yəni terminolojini də termin sözünə yadınızda saxlaya bilərsiniz. Yəni məsələn, tutaq ki, riyaziyyata aid terminlər var. Sinus, kosinus. Azərbaycan dilinə aid terminlər var. Sait, samit, kimyaya, fizikaya. Yəni bunlar termindir. Mahiyyət etibarilə bu da faktolojidir. Yəni bu ilə işim yoxdur. Faktdır da termin. Bu da faktolojidir. Amma məsələ budur ki, termini sırf o sahə ilə məşğul olan adam başa düşür. Ona görə bu adlanır terminoloji bilik. Deməli, biliyimizin birinci növü nə idi? Faktoloji. İkinci adı nə idi? Deklarativ. Faktoloji, yəni deklarativ bilik neçə yerə bölünürdü? 2 yerə. Spesifik, sonra nə idi? Terminoloji. Spesifik nə idi? Dəqiq məlumatlar. Yəni bunun cavabı dəqiqdir. Cavabı bilməsən də cavab dəqiqdir. Terminoloji isə terminlərdir. Onu bilməyim, sənin bilməməyin normaldır. Hansısa bir elmlə bağlı terminlər. Məsələn, gəlin sizə bir nümunə deyim. Tutaq ki, deyirəm ki, məsələn, nə olsun? Diskriminantın düsturunu ver. Diskriminantın düsturu, sən əgər riyaziyyatla məşğulsansa bunu verəcəksən. Bu riyaziyyata bağlı termindir diskriminant. Bu olur terminoloji. Yox, əgər mən desəydim ki, məsələn, tutaq ki, 2 vur 2 neçə eləyir? Bu artıq bunun cavabı dəqiqdir, 4 eləyir. Deməli, bu spesifik olacaqdır. Yəni, yadınızda saxlayın. Spesifikdə cavab dəqiqdir. Bunun cavabı 2 vur 2-nin 4 olduğunu bilməyə bilərsən. Amma ən azından cavabı dəqiqdir. Lakin terminoloji isə termində hansısa bir elmlə, ixtisasla bağlı sözlərdir. Elə baxan kimi görürsən, sənə yad gəlir, özgə gəlir ki, bu nədir? Yəni bu terminolojidir, bəli. Yəni bizə aid, deməli, açın dəftərinizi, qeyd edin. Faktoloji bilik. İkinci adı deklarativ olan biliyimiz. Fakta, məlumata əsaslanır. Məlumat xarakterli biliklərdir və bu özü 2 yerə bölündü. Spesifik terminoloji. Spesifik o idi ki, dəqiq məlumatlar, cavabını bilməsək də olar. Terminoloji odur ki, həmin ixtisasla, peşə ilə bağlı sözlər. Yəni onu biz bir baxanda bizə özgə, yadı gəlir. Bu belə. İndi keçəlim növbəti. Konseptual bilik. Konseptual bilik nədir? Biliyin mənimsənilməsinin ikinci səviyyəsidir konseptual bilik. Konseptual sözünün mənası yeni deməkdir. Yəni yeni bilik. Yəni yeni nəyəsə ehtiva edir konseptual bilik. Və konseptual bilik 2 dənə faktoloji birləşir, konseptualı yaradır. Baxın, məsələn, Nizami Gəncəvinin doğulduğu illə Şah İsmayıl Xətainin doğulduğu il arasında və yaxud yaşadığı illərdə baş verən fərqlilikləri müqayisə edin. Baxın, burada 2 faktoloji Şah İsmayıl Xətai ilə məsələn Nizami Gəncəvi arasında fərqlilikləri soruşdum. Bu nə oldu? Bu artıq burada mən konseptual bilikdir, yeni bir şey ortaya çıxdı. 2 faktoloji birləşir, konseptualı yaradır. Deməli, konseptual bilik, biliyin mənimsənilməsinin ikinci mərhələsidir. Müəyyən bir yeni materialdır, yeni bilikdir. Burada da qeyd etmişəm, konseptual biliyi fərqləndirmək üçün aşağıdakı açar sözlərə diqqət edək. Bu açar sözləri mən sizə verirəm, dəftərinizə yazırsınız, qəşəng-qəşəng testləri rahat tapacaqsınız. Deməli, təsnifat, ümumiləşdirmə, qruplaşdırma, fərqləndirmə, prinsip, model, nəzəriyyə, struktur, səbəb-nəticə əlaqəsi, psixoloji problemlər, geoloji dövrlər, sahibkarlığın növləri, fizikanın fundamental qanunları. Bax, bunların hamısı konseptual bilikdir.
Yəni yeni bilikdir. Məsələn, testdə deyir ki, iki şeyi, məsələn, iki xüsusiyyəti tutaq ki, nə bilim, nə olsun? Məsələn, Nizami Gəncəvi olsun, Nizami Gəncəvi ilə məsələn Şah İsmayıl Xətayin oxşarlıqlarını müəyyən edin və yaxud fərqləndirin. Bax, oxşarlıq, fərqləndirmək, bu tip sözlər varsa, cavabımız nə olacaq? Konseptual bilik. Yəni yeni bir şeydir bu. Fərqləndirmə, ümumiləşdirmə, oxşarlıq, yəni bu tip şeyləri görəndə qaça-qaça biz gedib konseptualı götürürük. Yəni bu testlərə məsələn düşür ki, filan nələrsə ümumiləşdirin. Ümumiləşdirmə varsa konseptualdır. Filan nələrsə qruplaşdırın. Qruplaşdırma varsa konseptualdır. Və yaxud fərqləndirin. Fərqləndirin. Yəni bu sözləri testdə tez gördünüzsə, qaça-qaça gedin konseptual götürün. Cavabınız konseptualdır. Əslində bu konseptualın növləri də var. Çox adam keçir, izah edir, kitablarda filan da var, amma mən keçmirəm. Çünki mən onun növlərinin imtahana düşdüyünü görməmişəm və çalışıram ki, sizə imtahan üçün lazım olan məsələləri keçim. Yəni düşmə ehtimalı aşağı olan nə isə öyrənməyiniz sizi də yorar, məni də yorar. Ona görə bunun növləri haqqında danışmıram. Amma gördünüz, faktolojinin növlərindən danışdım. Çünki vacibdir. Amma bunun növləri vacib deyil. Beynimizi artıq materialla yormayaq. Keçək indi növbəti. Bir də konseptual biliyin sualları da var. Məsələn, adətən nə üçün, niyə, nəyə görə suallarına cavab verir. Məsələn, deyir ki, filan şeyi bir-birindən fərqləndirir. Fərqləndirir, niyə, nə üçün? Cümləyə sual verin. Yəni, cümləyə niyə, nə üçün, nəyə görə suallarını verə bilirik. Bu olur konseptual bilik. Niyə, nə üçün, nəyə görə, gördünüz? Yəni, cümləyə rahatlıqla bu sualları verə bilirik. Sonra keçək indi növbəti biliyimizə. Növbəti biliyimiz prosedural bilikdir. Prosedural bilikdə, konseptual bilikdən, burada da qeyd etmişəm, konseptual bilikdən daha mürəkkəb bilik növüdür. Belə ki, məsələn, məlumatı biz əzbərlədik faktolojidə. Sonra konseptualdan ümumiləşdirdik, artıq proseduralda isə icra var, icraya əsaslanır. Biz o vaxt deyirdik ki, bir şeyi fikirləşirsənsə o ardıcıllıqla, o prosedural deyil. Məsələn, ana paltar tikən maşında paltarı tikir və yaxud paltarı tikməyi fikirləşir. Əgər fikirləşmək var idisə, o vaxt prosedural götürmürdük. Yeni qaydalara əsasən o şeyi beynində də ardıcıllıqla edirsənsə, cavab proseduraldır. Yəni, prosedural bilikdə ardıcıllıq var, işin prosesin ardıcıllığını ehtiva edir, iş gedir, proses gedir, ardıcıllıqla onu edirsən. Bu olur prosedural bilik. Deməli, prosedural bilik konseptual bilikdən daha mürəkkəb bilik sayılır. Burada ardıcıllıq var, iş var, hərəkət var. Bir növ belə deyək, hərəkətə işə ehtiva edir. Burada da qeyd etmişəm. Deməli, prosedural bilik adətən necə sualına cavab verir? Məsələn, deyirəm, paltar tikən maşında paltarı tikir. Necə? Və görüşür, cümləyə necə sualını verərəkdən də tapa bilirik. Bu da olur prosedural bilik. Prosesi ehtiva edir. Bunun da açar sözləri algoritm, icra, ardıcıllıq, yəni açın dəftərinizi yazın. Algoritm, icra, ardıcıllıq. Bu da prosedural biliyin açar sözləridir. Prosesi ehtiva edir qısacası. Biliyimizin sonuncu növü metakognitiv bilikdir. Gəlin onu da toxunaq. Metakognitiv bilik biliyin ən mücərrəd növüdür. Meta sözü ilə yadınızda saxlayın. Metakognitiv. Bir də proseduralında növləri var idi yeri gəlmişkən. Amma onu da keçmədim. Çünki imtahanda görməmişəm ki, onun növü düşsün. Yenə də dediyim kimi düşmə ehtimalı yüksək olan nələrsə çalışıram deyim. Eynən metakognitivin də növləri var. 3 dənədir. Proseduralın da növü var idi. 3 dənədir. Bir növ sizin işinizi rahatlaşdırdım. Keçmədim onları. Çünki yenə də qeyd etdiyim kimi onların düşmə ehtimalı çox-çox aşağıdır. Bizə əsas yüksək olanlar lazımdır ki, gedək imtahanda qəşəng-qəşəng balımızı toplayaq. Metakognitiv bilik də dedik, ən mücərrəd növdür. Şəxsin özü haqqında bilikdir. Məsələn, özüm üçün plan qururam ki, imtahandan bu yolla keçə bilərəm. Özüm üçün nəyin yaxşı olduğunu bilirəm. Özüm üçün plan qururam, strategiya müəyyən edirəm. Planlı iş görürəm. Bu adlanır metakognitiv bilik. Yəni, burada açar söz özdür, öz. Yəni, özüm üçün bilir. Məsələn, universitetə girmək üçün tələbə filan ardıcıllıqları edir. Bilir ki, bunu eləsə alınacaq, daxil olacaq. Və yaxud müəllim bu dəqiqə məni izləyir. Niyə? İmtahandan keçmək üçün.
Bu adlanır metakognitiv bilik. Özün üçün nəyin yaxşı olduğunu bilirsənsə, bu metakognitiv bilikdir. Yəni özüm üçün bilirəm ki, bu şeyi eləsəm alınar, alınacaq. Eləsəm uğur qazanaram. Bu metakognitiv bilikdir. Qeyd etdiyim kimi, biliyin ən mücərrəd növüdür. Şəxsin özü haqqında olan bilikdir. Strateji bilik də deyilir buna. İndi gəlin qaydaq bir dənə əvvələ bunu qısa konspektləşdirək. Deməli dedik ki, bilik nə idi? Bilik məlumatlar toplusudur. Bilik əzbərlənmiş bir növ belə deyək, beynimizdə nəqşləndirilmiş informasiyadır və biliyin 4 növ var. Hansılar idi? Baxın, adları birinci göstərəndə sizə qəribə gəldisə, indi artıq adlarla bəlkə də tanış oldunuz. Azdan çoxdan öyrəndiniz. Deməli, birinci faktoloji, ikinci konseptual, üçüncü prosedural, dördüncü metakognitiv. Dördü də bir-biri ilə əlaqəlidir. Faktoloji faktə əsaslanır. Əzbərlənən fakt, məlumat xarakterli biliklərdir. Konseptual yeni nələrsədir. Prosedural prosesdir, ardıcıllıqdır. Metakognitiv isə özüm haqqında olan məlumatlardır. Bu da belə. Bu da bizim biliyimiz. Ümid edirəm ki, bu izahımda rastlaşa biləcəyiniz bir sual tipimizi öyrəndiniz. Kanalıma abunə olun ki, izahlar yerləşdirilən zaman görəsiniz. Həmçinin əlaqə nömrəmizi xatırladım. 055 280 59 24. Bu bizim əlaqə nömrəmizdir. Bu nömrə vasitəsilə də dərslərimizə yazıla bilərsiniz. Sağ olun, salamat qalın. Növbəti izahlarda görüşmək ümidi ilə.